Salam olsun müsəlmanlara və İslam yolunda səy edənlərə. Bu yaxınlarda böyük sensasiyaya səbəb olan xəbərə aydınlıq gətirmək istəyirik. Bu xəbər Ramin Şirməmmədovun vəfatı ilə əlaqədardır. Müxtəlif fikirlər səslənəcəyi ehtimalı var idi. Lakin hadisələrin bu cür cərəyan edəcəyini, haqqımızda heç bir əsası olmayan zənnə qapılma halının müsəlman cəmiyyədən gələcəyini düşünməmişdik. Amma bu da oldu. Biz isə biraz da gözlədik ki, hamı danışsın, mövqeyini bildirsin. Bizim barəmizdə olan gümanlar zahir olsun. Qarşı tərəfin barəmizdəki fikri və iradlarını tam oxuyaq. Səbr etdik və bu gün isə məsələyə tam aydınlıq gətiririk. Mətbuatda yazılmışdı ki, Məsumə dini dükanının sahibi Hacı Raminə sui-qəsd edilib. Bu oxucu məktubu idi. Bundan sonra cəmiyyətdə narahatçılıq, ziddiyyətli fikirlər meydana gəldi. Sosial şəbəkələrdə hərə bir versiya irəli sürdü. İslam Azəri Az internet qəzeti də bu narahatçılığa son qoymaqdan ötürü məsələ ilə bağlı Ramin Şirməmmədovun ən yaxın dostlarına və ailəsinə müraciət etdi. Onların dediklərini də dərc etdik və nəticədə ən əsaslı mənbə kimi yaxınlarının sözləri məsələyə tam aydınlıq gətirməli və mövzu qapanmalı idi. Çünki bu oxucu məktubu müqabilində bu cür əsaslı yazı dərc etmişiksə, məsələyə tam aydınlıq gəlmiş olmalıdır və bu işə görə heç kim bizi qınaya bilməz. Hər halda bu elə də qəliz məsələ deyil, sadə məntiqli insanın qavraya biləcəyi bir məsələdir. Amma qınanıldıq. Bəlkə də qınanmaq sözünü burada ən yumşaq şəkildə səsləndiririk. Çünki hətta İslam Azərini cəsusluqda sifarişli yazı dərc etməkdə ittiham etdilər. Özü də zənnə qapılaraq. Bu isə açıq-aşkar kimlərinsə kin, nifrət hissi ilə alışıb yandıqlarını və bu məsələdən istifadə edərək hislərindəkini çölə vurduqlarını göstərir. Çünki belə olmasaydı, xəbərimizdə hər hansı yanlışlıq olsaydı, sadəcə olaraq mail ünvanımıza yazaraq bizi xəbərdar edə bilərdilər ki, qardaşlar, verdiyiniz xəbər yanlışdır. Buna aydınlıq gətirin. Axı biz ən azından müsəlmanıq. Lakin sanki əllərinə fürsət düşdü və birbaşa hücuma keçdilər. Hətta neçə illərdir dini təhsil almış insanlar belə çox rahatca qəzavət etdilər. Görəsən nə tez yaddan çıxardılar ki, zahirə qəzavət edilməlidir, zənnə əsaslanaraq yox. Bu belə. Onlar özlərini nə hesab edirlər etsinlər, işimiz yoxdur. Amma özləri də bilirlər ki, həqiqətdə kim kimdir, kim nəsidir. Biz onları nə özümüzə qarşı olan fikirlərlə, nə də yeni ehtimal əsasında formalaşan düşüncələrlə ittiham edən deyilik. Axı belə etsək biz də onlar kimi olarıq. Az öncə də deyildiyi kimi hamı özü bilir ki, kim kimdir. Ona görə də biz özümüzdən danışaq. İttiham olunan İslam Azərinin kimliyindən danışaq. Bu sayt uzun illərdir Azərbaycanda davam edən islamofobiya siyasətini tənqid edir. İslama qarşı hücumların qarşısını media çərçivəsində dəf etməyə çalışır. Ruhanilər minbərlərə buraxılmayanda İslam Azəri Aza öz mövqeylərini bildiriblər. Təhlükələrə baxmayaraq İslam Azəri İslamın vacib tələblərinə riayət edib dinin həqiqi mövqeyini göstərib. Cəmiyyət bəzən ölkədəki fitnələrin məhz İslam Azərinin müsahibələri və ruhanilərin mövqeyini bildirməsi ilə məsələlərə aydınlıq gətirib. İslam Azərinin elə əməkdaşı yoxdur ki, ən azından polis bölmələrində bir neçə gün keçirməsin. İslam Azəri Azın fəaliyyəti nəticəsində baş redaktor Ramin Bayramov həbs olunmadımı? Hər zaman mənəvi bağlılığı olan ruhanilər də həmçinin. Bizim üçün azadlıq daha çətindir, nəinki zindan. Çünki bizim ürək parçamız Hacı Zülfikar Mikayılzadə, Hacı Abigül Süleymanov, Hacı Talib Bağırov həbs olunmuşlar. Biz onların həsrəti ilə yatıb, həsrəti ilə durmuşuq. Amma cismani olaraq uzaqda olmaları, ruhanilərin heç də bizdən ayrı olmaları demək deyil. Hər zaman onların mənəvi dəstəyini hiss etmişik və verdikləri nəsihətlər isə keçici xarakterli olmayıb. O tövsiyələr daim bizim fəaliyyət xəttimizin ayrılmaz prinsipləridir. Bizim bugün bu yolda addımlamağımız bu cür şəxslərin səylərinə görə olub. Bugün bizim ürəyimiz onların yanındadır. Ötən günlərdə zindanda olduq. Bizim üçün orada Hacı Talib ilə birgə olmağımız daha rahatdır. Nəinki bugün nisbi və məhdudlaşdırılmış azadlıqda yaşamaq. Axı bu ilahi qanunlara zidd deyilmi ki, zənnə əsasən ittiham edilirik? Axı bu bizə xəyanət deyilmi ki, bizi cəsus adlandırırlar? Necə insafınız buna yol verir? Ramin Şirməmmədovun vəfatının səbəbini tam dəqiqliklə nə siz, nə də biz, heç kim bilmir. Buna görə də biz öz fikrimizi yox, onun yaxın dostları və ailəsindən bir neçə nəfərin fikrini dərc etdik. Hər halda bu tibbi ekspertizadan başqa digər ikinci ən etibarlı mənbə ola bilər və hər iki mənbə də sui-qəsd ehtimalını təkzib edib. Sözünüz varsa onlara deyin. Məsələni işıqlandıran güzgünü niyə sındırırsınız? Yox, əgər burada məqsədin haqq yolda olduğunu və zalimlara qarşı bütün vasitələrdən istifadə edilməli olduğunu demək istəsəniz, Həzrət Əli əleyhissalamın hədisini xatırladaq. Haqqı əldə etmək üçün heç bir vəsflə batilə əl atmaq olmaz. Amma gördük ki, İslam Azərinin bu günə qədərki zəhmətini hissə sayaraq abrımız tökülməyə çalışıldı. İmam Hüseyn əleyhissalam buyurur: başqasının abrını aparmaq, ona töhmət vurmaq və onun haqqında yalançı şayələr yaymaq böyük zülmdür. Çünki Allahdan başqa yardımcısı yoxdur. Bu gün də bizə zülm olunur. Allah hamının günahlarını əfv etsin. Xatırlayırıq ki, bir neçə il öncə ruhani Hacı Abigül Süleymanov barəsində də cəsus şayələr gəzirdi. Amma o bunlara baxmayaraq ruhiyyədən düşmürdü və deyirdi ki, bir gün məni də həbs edəcəklər. O zaman bu şayələrə ehtimal belə verən insanlar görəsən zərrə qədər də olsa peşman olacaqlarmı? Xəcalət çəkəcəklərmi? Biz də o böyük qəlbli insanı böyük qardaşımız bilirik və elə onun kimi də düşünürük.
Elə bir məsələ barəsində bizə böhtan atıldı ki, özləri də and içə bilməzlər ki, oxucu məktubu dəqiqdir. Bu sadəcə ehtimaldır. Ehtimal gümandır. Mömin insan isə gümanla heç bir addım atmaz, ta ki elmlə yaxud da digər yollarla dəlilə çatsın. Gümanla İslam Azərinin imicinə mənfi təsir qoymaq necə də yaraşmaz bir əməldir. Amma bəlkə də kimlərsə özlərinə bunu yaraşdırırlar. İstəməzdik ki, təhlilimizi bu mövzu ilə bağlayasaq. Təbii ki, İslam Azəri azın adı qeyd edilməsəydi, yenə də sükutu pozmayacaqdıq. Ancaq üstümüzə atan çirki təmizləmək və izləyicilərimizə hadisələrin necə cərəyan etdiyini göstərmək boynumuzda haqdır. İslam Azəri yəni Hacı Abgül, İslam Azəri yəni Hacı Talih, İslam Azəri yəni Hacı Zülfüqar və digər haqq yolcuları. Bu çirki həm də onlara atılmış hesab edirik. Lakin şükürlər olsun sonsuz qüdrət sahibi Allaha ki, izləyicilərimiz İslam Azərinin necə sayt olduğunu yaxşı bilirlər. Bunu cəmiyyətdə həm real həyatda, həm də sosial şəbəkələrdə gedən söhbətlər zamanı bir daha gördük. Bu baş verənlər isə əzmimizə, düşüncəmizə, əqidəmizə və ruhumuza heç bir təsir göstərmədi və göstərməyəcək də. Hətta bizə xatırlatdı ki, gedən qatara daş atarlar. Möminlər bir-birləri ilə necə mehriban olsun? Mömin barəsində güman edər, güman etsə belə bunu zahir edərmi? Özü də ən iyrənc bir şəkildə. Odur ki, tələskən və səbirsiz yazı həddən artıq tez nəzərə çarpır. Səbirlə, təmkinlə və hadisələri düzgün analiz etdikdən sonra bu təhlilimizi beləcə yekunlaşdırırıq. Allah amanında.